Gördüğünüz bu qap daşla doludur. Doğru. Bəs indi necə? Tamam. Bəs indi necə? Tamam. Gördüğünüz kimi bu qabı öz həyatımız düşünür. Və böyük daşları bizim həyatda ən çox dəyər verdiyimiz şeylər, yəni sağlığımız, ailəmiz, sevdiklərimiz. İri daşları ilk olaraq bura yerləşdirməsəydik, sonra onlar üçün yeri olmayacaqdı. Çınqılları isə həyatımızda ikinci dərəcəli şeylər. Məsələn, işimiz, maşınımız, evimiz kimi düşünək. Qumu isə həyatda ən xırda detal kimi fikirləşin. Biz qabı əvvəlcə qumla doldursaydıq, həyatda birinci dərəcəli önəm verdiyimiz sağlığımız, ailəmiz və sevdiklərimizin burada yeri olmazdı. Həyatda hər zaman əsas şeylərə dəyər vermək lazımdır. Vacib olmayan şeyləri ikinci plana atmaq lazımdır və həyatımızın hər hansı bir hissəsinə təsir etməsinə imkan verməməliyik.